Herkese salam. Kanalımın ilk temizlik vloguna hoş gelmişsiniz. Güne ilk önce pastelleri dəyişməklə başlayıram. O deyirlər ki, bazar günü gəldisə demək ki, istirahət günüdür. Xeyr, heç də elə deyil əzizim. Bazar günü gəldisə hər kəsin işləmək günüdür. Əsasən də Azərbaycan qadınlarının. Niyə belədir bilmirəm, amma bazar günü gəldisə mütləq evlər təmizlənməli, duş almalı, uşaqlar çimizdirilməli. Hələ övladları məktəbə yeni başlayan valideynləri heç demək istəmirəm. Onların işi iki qatdır. Çünki həm dərs hazırlaşdırırlar, həm onları çimizdirirlər, həm onları yemək hazırlayırlar. Bir sözlə aləm dəyir bir-birinə. Adı da budur ki, həftə sonu dincəlmək gündür. Arxa fonda oğlumun mahnı səsi var, ona fikir verməyin. Bura mənim aksesuar, həm də makyaj sürməm də çox bərbad gündədir və mən bunu yığışdırmalıyam. Hər yerdədir misalı. Bilmirəm sizə maraqlı olacaq yoxsa yox, belə bir video çəkim sizə buranı təmizləyərkən. Yəni həm aksesuarlarımı göstərim, həm də ki makyaj malzemələrimi. Bu haqda yorumlarda yazarsınız. YouTube'a başlamazdan əvvəl elə bilirdim ki, mən bu işi bacara bilməyəcəm. Amma elə də olmadı. Sizin dəstəyinizin sayəsində mən çox gözəl nəticələr əldə edirəm. Günü-gündən takiplərim artır. Sizləri çox sevirəm. Yaxşı ki varsınız. Hələ də kanalıma abunə deyilsinizsə, mütləq kanalıma abunə olun. Çox gözəl videolar gələcək qabaqda. Sizin üçün əlimdən gələn hər şeyin ən gözəlini edəcəm. Hələ qabaqda nələr var, nələr. Ona görə mütləq kanalıma abunə olun. Mən hər zaman YouTube'a girərkən ilk işim təmizlik videosu paylaşan xanımların səhifəsinə baxmaq idi. Çünki çox xoşuma gəlirdi. Həm təmizləyicilər, həm arxa fonda mənim kimi belə söhbət edirdilər. Mən də onlar sayəsində ilhamlanaraq başladım belə bir video çəkməyə. Gəlin belə bir şey edək. Bu videonun altına ürəyinizdən gələn hər bir sualı yazırsınız və mən də digər uzun vlogların birində sizin mənə ünvanladığınız sualların hər birini cavablandıracağım. Çalışacağım sizin üçün daha aktiv olum, daha uzun videolar və shorts videoları paylaşım və belə baxıram ki, həqiqətən shorts videolarım daha çox izlənilir, heç uzun vloga baxan yoxdur. Buradan bir şey də incimiş. Shorts videolarıma baxanlar abunə olur, amma uzun vloguma heç kim baxmır. Eybi yox, bu da düzələr inşallah. Zamanla sizin qəlbinizi qazanıb uzun vloglarıma da tez-tez baxdıraram. Mən polları dədə-baba üsulu belə bir dəsmalla silirəm. Çünki başqa cür elə bilirəm ki, heç təmiz olmayacaq. Məndə iki cür pol silən var. Biri belə, biri də ki, hər kəsin evində olan, başı yumru olan pol siləndən. Onu heç sevmirəm, ondan heç aram yaxşı deyil. Çünki elə bilirəm onunla siləndə heç yerlər təmiz olmur, amma belə siləndə ürəyim rahat olur ki, yerlər tərtəmiz olur. Bu otağı da silib təmizlədim, keçdim qonaq otağına. Qonaq otağında belə bir komotum var qızlar. Tək mən elə gəlir, yoxsa sizdə də elədir. Bu komotun üzərinə düzülən qablar mənə çox artıq gəlir. Elə bilirəm ki, dünyanın bütün yükünü bu komotun üstünə yığmışıq. Cehiz yığılan vaxtı necə idisə, indi də o formada qalır. Qızlar, sizin də övladınız belədir. Mən bu manejin içini nə qədər təmizləsəm də, yenə də oğlum sağ olsun gedir, bütün zirzibilləri gətirib doldurur bura. Baxın. Görürsünüz, hər yerdə. Qonaq otağını da belə bitirdim. İndi keçirəm digər otaqlara. Qapının buralarda həmişə tozlanır. Bunları da silirəm. Siz də mənim kimi ev təmizləyərkən ya film, ya serial, ya da ki, xoşunuza gələn bir mahnını qurub ev təmizləyirsiniz, yoxsa bir tək o məndə elədir. Bəzən bir də görürsünüz ki, ən sevdiyim mahnı çalır və mən başlayıram
özüm üçün oynamağa, işdə qalır kənarda. Sonra ayılıram ki, axı mən iş görürdüm, təzədən qayıdıram işimi görməyə. Və ən çox sevdiklərimdən biri də ən sevdiyim musiqi ilə iş görməkdir. Həqiqətən həm daha tez işimi görüb bitirirəm, həm də enerji dolu oluram. Və mətbəxə keçdim. Mətbəxdə ən çox tozlanan yerlərdən biri də bu çörək qabının üzəridir. Sizdə də var ya yox bilmirəm, amma bu çörək qabının üzərini mən hər zaman silirəm. Bu hər zaman da tozlanır. Bizdə aynalar açıq olur. Açıq olduğu üçün də bütün tozların hamısı içəridə olur. Mətbəxi də təmizlədim, bitirdim, keçdim koridoru təmizləməyə. Mətbəxi çəkməyi unutdum, amma koridoru çəkdim. Sona kimi videomu izlədinizsə, sizlərə çox təşəkkür edirəm. Yaxşı ki varsınız. Kanalıma abunə deyilsinizsə, mütləq abunə olun. Öpürəm sizləri, gələn videolarda görüşənədək.